Salam əziz şagirdlər, hər birinizi xoş gördük. Bugün sizlər üçün fizika 7-ci sinif dərsliyində qeyd olunan skalyar və vektorial kəmiyyətlər dərsində öyrəndiklərinizi tətbiq edin və öyrəndiklərinizi yoxlayın hissəsində olan sualların izahını verəcəyəm. Sualların izahına keçməmişdən öncə kanalımıza abunə olmağı unutmayın ki, digər dərslərin də izahı gəldikdə xəbərdar olasınız. Gəlin başlayaq birinci sualdan. Şərtdə deyilir ki, aşağıdakı hallarda əvəzləyici qüvvənin ədədi qiymətini və istiqamətini necə tapmaq olar? Cavabınızı əsaslandırın. Dərs izahında da qeyd edirik ki, əvəzləyici qüvvəni tapdıqda biz istiqaməti bilməliyik. Yəni, gördüyünüz baxın sol tərəfdə qeyd olunan avtomobilə təsir edən qüvvələrin istiqamətini bilməliyik. Fikir verin, gördüyünüz buradakı 3 insan, 3 adam avtomobili itələyir. Tutaq ki, siz öz yoldaşlarınızla birlikdə avtomobili irəliyə doğru itələyirsinizsə, hər biriniz ona müəyyən bir qədər qüvvə ilə təsir edirsiniz. Tutaq ki, olar ki, sən 5 Newton, digər yoldaşın 10 Newton, o biri yoldaşın da 15 Newton qüvvə ilə təsir edir. Belə olan halda əvəzləyici qüvvəni tapanda, əgər ki, sizin qüvvələriniz eyni istiqamətli yönəlibsə, toplamalısınız. Yox, əks istiqamətli yönəlibsə, böyükdən kiçiyi çıxırsınız və bu olur onun qiyməti. İndi burada fikir versəz, avtomobili 3 dənə insan eyni istiqamətdə itələyirlər. Tutaq ki, irəliyə doğru itələyirlər. Belə olan halda əvəzləyici qüvvəni tapdıqda eyni istiqamətdə olduğundan toplamalıyıq qüvvələri və elə həmin qüvvələr istiqamətində də bizim əvəzləyici qüvvəmiz yönələcəkdir. İkinci halda isə fikir verin. Gördüyünüz kimi bu insan, soldakı olan uşaq qutunu sağa doğru itələyir. Amma digər uşaqsa qutunu sola doğru itələyir. Əks istiqamətli olduğundan artıq əvəzləyici qüvvəni tapanda çıxacam. Böyükdən kiçiyi çıxmalıyam. Bəs istiqaməti hansı istiqamətdə yönələcək? Böyük qüvvə istiqamətində yönələcək. Tutaq ki, baxın, gördüyünüz bu insanın qüvvəsi olsun 10 Newton, digər uşaqda 5 Newton olsun tutaq ki. Hansının ki daha çoxdur? Əlbəttə ki, 10 Newton qüvvə daha çoxdur. Birinci adam hansı istiqamətdə dedik qüvvə ilə təsir edir? Sağa doğru. Deməli, onda əvəzləyici qüvvəni də elə böyük qüvvə istiqamətində sağa doğru olacaq. Yox, əksinə olsaydı, tutaq ki, birincininki 5 Newton, digəri 10 Newton olsaydı, gördüyümüz kimi bu uşaq sola doğru qüvvə ilə təsir edir. Və belə olan halda artıq yenə ondan 5-i çıxacaqdır, 5 Newton və əvəzləyici qüvvən artıq sola doğru yönələcəkdir. Çünki 10 Newton daha çoxdur. İkinci sualımıza keçək. Şəkildəki qayığa 90 Newton dartı qüvvəsi, 5 Newton havanın müqavimət qüvvəsi və 20 Newton suyun müqavimət qüvvəsi təsir edir. Qayığa təsir edən əvəzləyici qüvvənin qiymət və istiqamətini müəyyən edin. Qeyd etdiyim kimi, qüvvələr əgər eyni istiqamətlidirsə toplayırıq. Fikir versəz, buradakı 5 Newton da soladır, 20 Newton da soladır. Əks istiqamətli olduqda bunları toplamalıyıq. Bu iki qüvvənin əvəzləyicisi mənə verəcək, onda 20 plus 5, 25 Newton. Və hansı istiqamətdə yönələcək? Dedim ki, bu qüvvələr istiqamətində. Yəni, sola doğru sənin 25 Newtonun olmuş oldu. İndi sağa doğru da 90 Newton var dedi axı. Fikir verin. Əks istiqamətli olduğundan artıq siz əvəzləyici qüvvəni tapanda çıxacaqsınız. F əvəzləyici bərabər olacaq 90 çıxaq 25-ə, o da bərabər olacaq 65 Newtona. Bəs istiqamətini müəyyən edəndə qeyd etdiyim kimi böyük qüvvə istiqamətində olacaq. 90 25-dən daha böyük olduğundan 90 istiqamətində. Yəni, gördüyünüz kimi sağa doğru bizim istiqamətimiz olmuş olacaq. F əvəzləyicimiz oldu 65 Newton. Öyrəndiklərinizi yoxlayında birinci sualda isə deyir ki, vektorial və skalyar kəmiyyətlər nəyə deyilir? Hansı ki, skalyar kəmiyyətlər yalnız ədədi qiyməti ilə müəyyən olunan kəmiyyətlərdir. Vektorial kəmiyyətlər isə həm ədədi qiymət, həm də istiqaməti ilə müəyyən olan kəmiyyətlərdir. Baxın, məsələn, qüvvəni. Bayaqdan işləyirik buna aid suallar. Qüvvə vektorial kəmiyyətdir. Nəyə görə? Çünki, baxın, fikir versəz, qüvvənin həm ədədi qiymətini göstərirəm, həm də istiqamətini göstərirəm. Soladımı, sağadımı, irəliyədimi, ya geriyədimi və s. Amma skalyar kəmiyyətlərdə yalnızca ədədi qiyməti bilməyimiz bizə kifayət edir. Skalyar kəmiyyətlərə göstərə bilərik kütləni, zamanı. Bunları misal göstərə bilərik. İkincidə, vektorial və skalyar kəmiyyətlərin oxşar və fərqli cəhətləri hansıdır? Qeyd etdiyimiz kimi, oxşar olan xüsusiyyət olacaq ki, hər ikisində ədədi qiyməti ilə müəyyən olunur. Yəni, biz hər iki kəmiyyətdə, istər vektorial olsun, istər skalyar kəmiyyət olsun, ədədi qiymətini bilməliyik. Amma ki, vektorial kəmiyyətlərdə isə
biz istiqamət də bilməliyik. Yəni, vektorial kəmiyyətlər həm ədədi qiymət, həm də istiqaməti ilə müəyyən olunur, amma skalyar kəmiyyətlər isə yalnız ədədi qiyməti ilə müəyyən olunur. Beləliklə, əziz şagirdlər, sizlər üçün burada olan sualların izahını verdim. Ümid edirəm ki, sizlər üçün izah aydın oldu. Əgər ki, videodan yararlandınızsa da, əməyə qarşılıq olaraqdan videonu bəyənməyi və kanalımıza abunə olmağı unutmayın. Digər videolarda görüşənədək özünüzə yaxşı baxın, sağ olun.